Salam, ınısı 4 şəkilçisi həm mənsubiyyət, həm də yiyəli çar şəkilçisidir. Onları fərqləndirmək üçün mənsubiyyət şəkilçisi sözün əvvəlinə sənin və öz əvəzliklərini artırmaq lazımdır. Sənin və öz əvəzliklərini artırmaq mümkündürsə mənsubiyyət şəkilçisidir. Artırmaq mümkün deyilsə yiyəli çar şəkilçisidir. Həm də yiyəli çar şəkilçisi ınısı 4 şəkilçisi özündən sonra həmişə mənsubiyyət şəkilçisi söz tələb edir. Gəlin nümunələrə baxaq. Evin qapısı qəşəngdir. Sənin və öz əvəzliklərini artıraq. Sənin evin qapısı qəşəngdir. Deyə bilərik? Deyə bilmirik. Demək ki, nədir? Yiyəlik halıdır. Yiyəlik. Baxın, həm də bayaq dedim, yiyəlik hallı söz özündən sonra mənsubiyyət şəkilçisi söz tələb edir. Evin mənim xoşuma gəldi. Baxın, sənin evin xoşuma gəldi və yaxud da deyə bilərik, öz evin mənim xoşuma gəldi. Sənin və öz əvəzliklərini artırmaq mümkündürsə, mənsubiyyət şəkilçisidir. Mənsubiyyət nədir? Yəni, mənsub olduğunu bildirir, sənə mənsub olduğunu bildirir. Baxın, burada da sənin evin, yəni sənə mənsub olduğunu bildirirsə, demək mənsubiyyət şəkilçisidir. Buna götürəcəyik mənsubiyyət. Nümunə verirəm, rəylərdə qeyd edin. Mənsubiyyət şəkilçisidir, yoxsa yiyəlik hal şəkilçisidir. Köynəyin düyməsi qırıldı, köynəyin qırmızı rəngdir. Sağ olun.